biri var idi, biri yox idi. Bir dovşan var idi. O köklərini alıb bir yerdə gizlətmək istəyirdi. O köklərini gizlətmək istəyirdi ki, heç kim tapmasın. Köklərini qoyur, gedir yatmağa. Bir timsah da suda üzürdü. Üzürdü. Qarnı çox acımışdı. Görürsən o yeməyə nə axtarırdı? Bir tane yavru dovşan olsaydı yerdim. Uzaqdan sonra bir dənə səs eşidir. Dovşan nə axtarırdı? Nə itirmisən dovşan? Kökü itirmisən? Bəlkə timsahdan soruşasan. O yerini bilər. Ben bilirim hardadır. Timsah onu anladıb, onu yemək istədi. Saçımı itirmişim. Dovşan görür ki, timsahın dişləri düşüb. O kömək eləyir ona. Dovşan. Ben sana çocuğu tapıp vereceğim sana. Krokodil sürünə gedir, dovşanın köklərini axtarır, tapır. Və dovşana verir ki, yesin. Və onlar bu hekayədən sonra dost olurlar. Timsah bir də heç kimi yemir. Və sonra onlar nə edirlər? Qucaqlaşırlar. Artıq timsah o qədər qocalmışdı ki, dişlərini taxmırdı. Nağlımız da burada qurtardı. Əl sallayın.